3 dənə qız, cavan xanım rəhmətə gedir. Gəlirlər sorğu-sual yerinə. Mələk gəlir, soruşur bunlardan ki, dəftəri açır, soruşur ki, siz nətər yaşamısınız o bir dünyada, necə qızlar olmusunuz? Biri baxır, deyir ki, bəs mən bacardığım qədər düz yaşamağa çalışmışam, bacardığım qədər yaxşı işlər görməyə, haramdan, pis yoldan uzaq olmağa çalışmışam. Nə ailə qurana qədər, nə ailə qurandan sonra ailəmi, ərimi aldatmamışam. Yəni belə də özümdən razıyam, Allaha şükür. Mələk açır, baxır, görər, düz deyir. Deyir ki, bu köməkçinə, buna qızıl otağın açarını verin, qoyun getsin. Nəysə bu gedir, soruşur sonra ikinizdən ki, sən nətər yaşamısan? İkiniz də deyir ki, ola nə yalan deyimi? Ərə gələnə qədər düzgün yaşamışam, ərə gələndən sonra elə də, yəni yüngül sapıtmalarım olub. Mələk heç nə demir, sonra deyir ki, buna da gümüş otağın açarını verin, qoyun getsin. Sonra üçüncüyə deyir ki, sən nətər yaşamısan? Bilir də, nə var, nə yox. Üçüncüyə baxır, üçüncü deyir ki, nə yalan deyim, mən ərə gələnə qədər də, ərə gələndən də sonra kef eləmişəm də, yəni istədiyim adamdan oturub durmuşam, istədiyim şeyi yeyib içmişəm. Yəni də mələk boylanır ora bura, görür eşkim yoxdur, çönür köməksinə neçə, buna da mənim otağımın açarını verin.